Hər vaxtınız gözəl olsun. Fitlə fit olmağa nə deyirsiniz? Sizi intizarda saxlamaq fikrimiz yoxdur. Elə isə bugünün gözəllik başlıqları ilə tanış olun. İdmana müasir baxış. X-Body elektr-əzələ simulyasiyası üzərində qurulmuş bir fitness növüdür. Dərinizin təravəti, cavanlığı və gözəlliyi. Dünya çempionu Ayxan Mamayev fitdə. Özüm rəssamam. Mövsümün ən dəbli alış-verişi. Bütün bunlar fitdə. Verilişin baş sponsoru Avtovağzal Ticarət Mərkəzidir. Bura alış-verişin ən sərfəli ünvanıdır. Dünyanın ən məşhur brendlərini sizin üçün bir araya topladıq. Eksklüziv markalar, endirimli qiymətlər, rahat şərait və güləriz personal. Biz sizin arzularınızı gerçəkləşdiririk. Siz alış-verişdən zövq alarkən biz övladlarınızın qayğısına qalırıq. Keyfiyyətli qadın, kişi və uşaq geyimləri, aksesuarlar, oyuncaqlar, əşyalar, bir sözlə özünüzə və evinizə lazım olacaq hər şey. Sizi Biləcəri qəsəbəsi Sumqayıt şosesi 3 ünvanında yerləşən Avtovağzal Ticarət Mərkəzində gözləyirik. Alış-verişiniz mübarək olsun. Yaz fəsli ərəfəsi həm xanımların, həm də bəylərin xarici görünüşlərinə daha çox fikir verdiyi dövrdür. Amma yaya da qışdan hazırlaşmaq lazımdır. Tam mövsümüdür deyib, bugün sizə fitnessin ən son yeniliyi olan X-Body-ni təqdim edirik. Fit davam edir. Hazırda biz X-Body Fitness studiyasındayıq. Son dövrlər X-Body Fitness növü daha çox məşhurlaşıb. Elə bu haqda danışacağıq. Suallarıma məşqçimiz Seyran cavab verəcək, amma Əli bəy ilə Həyat isə həmin məşqləri bizə göstərəcək. Elə ilk sualım da belədir ki, X-Body nədir? X-Body elektr-əzələ simulyasiyası üzərində qurulmuş bir fitness növüdür. X-Body aparatından xüsusi kostyumumuza impuls ötürülür və eyni anda bütün əzələlərimiz işləyir. Keçid alırıq artıq məşq prosesinə. İndi Həyata kömək edəcək məşqçimiz Əli bəy məhz X-Body-ni geyinməyə və Həyat artıq keç sənə kömək eləsin. Həyat xanım artıq kostyumu geyindi və deməli bu kostyumun içində elektrodlar var hər bir əzələ qrupası üçün. Onlar deməli sulandı ki, cihaz vasitəsilə impuls ötürülə bilsin və artıq məşqimizə başlaya bilərik. X-Body ümumiyyətlə ağırlamaq üçün nəzərdə tutulub, yoxsa daha hansı onun funksiyaları var? X-Body'nin 3 növ impulsu var. Həmin impulsları ümumi və detal şəklində azaldıb çoxalda bilərik. Həmin impuls növləri kardio impulslarıdır. Bu kardio impuls növü vasitəsilə biz həm arıqlaya bilərik, həm dözümlüyü artıra bilərik və s. Güc impulsu da var. Güc impulsu vasitəsilə əzələ kütləsini yığa bilərik və relyefə düşə bilərik və ümumi olaraq bədəni tonusda saxlaya bilərik. Və üçüncü növ impuls masaj impulsudur. Bu masaj impulsu təkcə dincəlmək üçün deyil, həm də şikini aradan qaldırmaq üçün, selülitdən azad olmaq üçün və artıq suları bədəndən götürmək üçün yararlıdır. Mən isə maraqlıdır ki, bax bu X-Body bədənə və yaxud da əzələyə hər hansısa bir mənfi cəhətləri varmı? Xeyr, impuls deməli müəyyən qədər bədənə ötürülür, yəni daxili orqanlara çatmır və X-Body-nin əlavə üstünlükləri də ondadır ki, burada artıq ağır çəkilərə ehtiyac yoxdur, vətərlərə, deməli oynaqlara heç bir güc düşmür və zədə almaq ehtimalı demək olar ki, sıfıra bərabər.
Nəhayəti nəyi var? Yorduq, məşq elədik. Əli bəy, sənə dəqiq təşəkkürümüzü bildiririk. Sonuncu sualımız belədir ki, nə üçün məhz tamaşaçılar X-Body Fitness studiyasını seçməlidirlər? Ənənəvi zallardan fərqli olaraq X-Body Fitness studiyasında təlimçi deməli müştərinin yanından məşq boyunca ayrılmır, hər an onun başının üstündə olur. Hər bir hərəkətlərə nəzarət edir. Zalımız təmizlik ləvazimatlarla müştərimizi təminləyir. Təlimçi xüsusi proqram hazırlayır, həm məşq proqramı, həm qida proqramı və vaxtınıza qənaət edirsiniz. Cəmi 20 dəqiqə olmaqla həftədə 2 dəfə. Sizə dəqiq təşəkkürümüzü bildiririk ki, əgər ideal bədənə sahib olmaq istəyirsinizsə, mütləq yolunuzu X-Body'dən salın. Fit davam edir. Hazırda biz həkim kosmetoloq Fərqanə xanımın yanındayıq. Salam Fərqanə xanım, necəsiz? Salam, çox sağ olun. Bugünkü mövzumuz mezoterapiyadır. İlk sualım isə belədir. Mezoterapiya nədir? Mezoterapiya qadınlar arasında tez-tez müraciət edirlər. Qadınlar mezoterapiyaya. Mezoterapiya əslində vitamin komplekslər adlanır. Bu vitaminlər üz qəbul etməlidir. Hər yaz, payız, qış aylarında bu qəbul olunur. Amma qış vaxtları qəbul olunsa daha yaxşıdır. Yay vaxtı biraz mezoterapiyaları az istifadə edirik. Mezoterapiya cavanlaşdırır. Baxır hansı növləri var. Dərini cavanlaşdıran bir növ var. Biri var ki, qidalandırıcı, insan orqanizmasında necə vitaminlərə yer veririk, qəbul ediriksə, o cümlədən üzlərdə də bunu biz istifadə edəndə daha yaxşı effekt alırıq. Bəs bugün biz hansı mezoterapiya növündən istifadə edəcəyik? 25 yaşından biz mezoterapiyalardan istifadə etməliyik, qadınların üzündə istifadə edirik. Xanımımız cavan xanım olduğuna görə bunda elə bir qırışlar yoxdur. Biz yaz gəlir qabaqdan, yaz gəlməyinə görə biz qidalandırıcı metodan istifadə edəcəyik. Elə isə başlayaq. İlk olaraq nə edəcəksiniz? Biz birinci xanımın üzünü təmizləyəcəyik. Bir çeydicidən istifadə etməliyik, emladan. Sonra mezoterapiyanı davam etdirək. Bəs mezoterapiya ancaq üz üçün nəzərdə tutulur? Məsələn, biz arıqlama proseslərində də bunu istifadə edirik. Qarın nahiyələrində, ayaqlarda, qollarda. Biz hər saçların dibində belə istifadə edirik saç tökülməyə görə. Bəs bunun hansısa bir fəsadları ola bilərmi? Əks göstərişi fəsadları varmı bunun? Baxır hansı xəstəliklər var, dəri xəstəliklərində. Onlarda elə mezoterapiyalar var ki, əks göstəriş göstərir. Onları biz uzaq edirik. Amma əslində mezoterapiyada vitamin kompleksi olduğuna görə hər bir dəridə istifadə olunur. Bəs Fərqanə xanım, ev şəraitində xanımlar hansı maskalardan istifadə edə bilərlər? Biz ev şəraitində ağardıcı maskalardan, gülaf kəpəyindən istifadə edirik, suda isladırıq, 5-10 dəqiqə saxlayıb dərinin üzərinə çəkirik, o daha effektli, effekt göstərir də, daha effektlidir. Göz altı ölü hüceyrə olduğuna görə biz göz altında mezoterapiyaların növləri var. Biz göz altının mezoterapiyası ayrılıqda olduğuna görə biz bura istifadə etməyəcəyik bu günləri. Yalnız üz nahiyəsində istifadə edə bilərik, sinəyə də istifadə edə bilərik. Amma biz yalnız üzündə istifadə edəcəyik, gözünün altında yox. Fərqanə xanım, deyəsən prosedurumuz yekunlaşdı. Son olaraq xanımlarımıza nə məsləhət görərdiniz? Son olaraq xanımlarımıza deyərdik, yaz payız aylarında mezoterapiyaların vaxtı gəlir, üzlərinə baxımlı olsunlar, xanımlarımız hər zaman gözəl olsunlar.
Fit qaldığı yerdən davam edir. Bizim isə daha bir məşhur qonağımız var. O isə karate üzrə Avropa çempionu Ayxan Mamayevdir. Ayxan, xoş gördük səni fitdə. Sağ olun. Elə ilk sualım da belədir ki, özünü fit tamaşaçılarına necə təqdim edərdin? Karate üzrə Dünya Avropa çempionu, İslam Əmrəli oyunlarının qalibi, Avropa oyunlarının qalibi, şöhrət ordenli idmançı. Dünyada bir çox yarışlarda olursan və bizə maraqlıdır ki, orada fanatlarla üzləşirsən. Uşaqlıqdan, yəni doğrudan da bir arzu var idi ki, gələcəkdə həm dünya, həm Avropa çempionu olum və müəllimim həmişə deyirdi ki, sən qələbələri qazan, hamı özü sənə həm yaxınlaşacaq, həm şəkil çəkdirəcək. Doğrudan da illər keçdikcə, qələbələr qazandıqca, doğrudan da bunun şahidi oldum. Bu 2015-də Avropa oyunlarında Bakıda qələbədən sonra inanın ki, yəni hədsiz dərəcədə oldu pərəstişkarlar. Bu da doğrudan da çox xoşdur insanlar tərəfindən seviləndə. Yəni biz də çalışırıq, əlimizdən gələni eləyirik ki, bu adət-ənənəni saxlayaq. Qarşıda bizi İslam oyunları gözləyir və mən bildiyim qədər siz də hazırlaşırsınız. Bəli, ciddi oyunlara hazırlaşırıq. Doğrudan da qələbə qazanmaq istəyirəm. Bilmirəm, bilirsiniz ya yox, 2013-cü ildə bu İslam oyunları 4 ildən bir keçirilir. 2013-cü ildə sonuncu İslam Əmrəli oyunlarında 2 qızıl qazandım. Həm fərdidə, həm komanda şəklində. İlk qızılı Azərbaycana mən gətirdim və bunun üçün də doğrudan çox sevinirdim. Və inşallah ki, bu il İslam Əmrəli oyunları Bakıda olacaq və bu biz üçün çox önəmlidir. Mən şükürlər olsun ki, hələ ki Bakıda keçirilən heç bir yarışda məğlub olmamışam. Ayın 12-si inşallah açılışdır, 13-14-ü karate ilk başlayır və Avropa oyunlarındakı kimi də yəni çalışacağıq, əlimizdən gələni eləyək ki, xalqımızı sevindirək. Ayxan, çempion olmaq necə bir hissdir? Çempion olmaq həqiqətən yəni idmançılara məxsus olan bir hissdir. Bunu idmançı olmasam mən doğrudan da bilmirəm, bu yəni necə izah eləyə bilərdim. Kim əgər çempion olmaq istəyirsə, idmana gəlsin, qələbə qazansın və həqiqətən zirvədə olanda, o birinci yerdə olanda, bayraq ucağında və ən önəmlisi himn səslərində inanın ki, insan üçün ondan önəmli həyatda gözəl bir hiss nadir hallarda olar. Və mən səmimi qəlbdən bütün Azərbaycan idmançılarına bunu arzulayıram. Çempion olduqdan sonra adətən idmançılar özlərini daha populyar, daha ulduz hesab edirlər. Sizdə biz elə bir hisslər var, yəni artıq özünüzü... Yox, mən elə şeyi heç xoşlamıram əslində. Mama, anam yəni hər zaman onu söyləyir ki, ağac nə qədər bar verərsə baş aşağı olar. Və doğrudan da bu yəni uşaqlıqda mənim elə beynimdə qalıb. Mən özündən yəni təkəbbürlü insanları sevmirəm. Özümü də elə saymıram. Bəs qız fanatlarınızdan eş təklifləri gəlirmi? Onlar boş şeylərdir. Yəni mənə elə şeylər maraqlandırmır. Mən bildiyiniz kimi keçən il biz artıq Olimpiya oyunlarına daxil olduq və inşallah 2020-ci ildə Tokyoda keçirilən Olimpiya oyunlarında, yay Olimpiya oyunlarında karatədə iştirak edəcək. Məqsədim oradır. Çünki indi 25 yaşım var. Artıq 3 il qalıb. Ən pik vaxtıma, ən gözəl vaxtıma düşür. Yəni idmanda 28-29 yaş ən gözəl yaş sayılır. Çox istəyirəm ki, ilk növbədə ora lisenziya qazanım və sonra ora yollanıb qalib gəlim. Bu bizim ümumiyyətlə karate üçün bu bir arzu idi. Arzumuz da çin oldu, şükürlər olsun. Biz bunu neçə illərdir gözləyirdik. Yəni mən başqa heç nə və heç kimi indi düşünmürəm, sırf idmanımı düşünürəm. Ayxan, dəblə aran necədir? Valla dəbə heç vaxt olmur. Yəni amma geyim keçimində mən bildiyim qədər sən çox fikir verirsən. Hal-hazırda heç fikir vermirəm elə şeylərə. İnşallah ki, qələbə qazanandan sonra yəni elə şeyə də fikir verərəm. Amma daha çox sən klassik yoxsa yox, sport, idman çox xoşlayıram, amma əlbəttə hansısa bir tədbir olanda, toydur falandır. Yəni kostyum geyinib gedirik. Hamı deyir yaraşır, amma geyimləri özün seçirsən yoxsa necə? Bəli, özüm seçirəm. Belə yəni az-çox dost-tanış hər zaman məni çağırırlar harasa, yəni paltar almağa gedəndə. Yəni normal. Çox yaxşıdır. Yəni normal, deməzdim lap əladır, amma normaldır. Yəni bəyənirəm, hamının da xoşuna gəlir. Bildiyim qədər sosial şəbəkələrdə də aktivsən.
Instagram, Normal. Facebook. Yəni Facebookdan istifadə etmirəm. Yəni başqa heç bir Instagramdır. Oradan istifadə edirəm. O da sadəcə mənə maraqlıdır deyə, məsəl üçün hansısa şəkil paylaşdım, nə qədər like topladı falan. O da yəni sırf orada oturum, yatım, elə bir şey yoxdur. Bir də məsəl üçün followerları yığırsan, o da mənim üçün maraqlı gəlir sadəcə. Mən Avropa oyunlarından öncə 2000 neçə izləyicim var idi, artıq 22 mindir. Maşallah. Maşallah göz olsun. Yəni sadəcə maraq mənə doğurur, bu qədər. Ayxan, karatədən başqa sən fitnesslə məşğul olursan? Xeyr, mən heç bir şeylə məşğul olmuram. Yalnız karatə? Yalnız karatə. Yəni belə həm özüm rəssamam, yəni rəssamlıqla da məşğul olmuşam. Sadəcə indi vaxt yoxdur, amma çox əsəbi sakitləşdirən bir şeydir rəssamlıq. Həm futbol oynamışam, mən Bakı Dövlət Universitetini bitirmişəm. Orada həm də kapitan da olmuşam, qələbə də qazanmışam, bombardier də olmuşam. Amma əməliyyatımdan sonra sırf futboldan uzaq oldum. Çünki yəni idmanım üçün çox böyük problemlər yaradırdı. Bildiyim qədər riyaziyyatla çox var. Bəli, mən həm də idman necə bir-biri ilə? Mən ümumiyyətlə məktəbdə, yəni əlası kimi gedirdim 9-cu sinifə kimi. 4 qiymətinə görə hətta ağladığım da olub. Yəni hər zaman belə mübahisələr aparırdım. Amma artıq 10-cu 11-ci sinifdə 4-dərim oldu və məktəbi bitirdikdən sonra artıq mamama söz verdim ki, mən instituta daxil olacam, amma oxumayacam. Girdiyim fakültə də çox yaxşı fakültə idi. Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin kompüter elmlərini bitirmişəm. Bu indiki zaman üçün yaxşı fakültədir, amma mən oxumadım, sırf idman yolumu seçdim. Mən heç də peşman deyiləm. Sağ olsun, oradakı müəllimlər də mənə dəstək olurdular. Çünki Bakı Dövlətdə başqa belə bir idmançı yox idi. Oranı bitirə bildim və institutun da fəxri oldum. Belə. Biz sənə dərin təşəkkürümüzü bildiririk. Çünki məşqlərinizdən bilirik ki, qızğın məşqlər gedir və İslam oyunlarına hazırlaşırsınız, vaxt tapdınız. Fitin qonağı oldunuz. Siz sağ olun, var olun. Sonda elə fit tamaşaçılara elə ürək sözlərinizi istəyirik, Allah. İnşallah ki, yəni bizdən olan nədir? Biz məşqlərimizi edib qələbələrimizi qazanaq. Sizləri sevindirək. Siz də sağ olun ki, bizləri izləyirsiniz. Hər birinizə təşəkkürünüzü bildiririk. Siz bizi işıqlandırırsınız. Var olun. Yaz ərəfəsidir. Qarderobumuzu yeniləmək mövsümüdür. Necə? Diqqət ekrana. Keyfiyyətli və zövqlü alış-verişin ünvanı olan Baku Outlet Parkda çəkişlərimiz davam edir. Bugün də siz fit tamaşaçılarını olduğumuz bu məkanla daha yenidən yaxından tanış edəcəyik. Təbii ki, Baku Outlet Parkın marketinq üzrə mütəxəssisi Zakir Mehmanoğlu ilə bərabər. Zakir bəy, xoş gördük sizi. Salam. Tamaşaçılara yeni məlumatlarınız var. Elə istərdik ki, bu məlumatlarla tanış olaq. Bakı Beynəlxalq Avtovağzalının ticarət mərkəzi Biləcəri qəsəbəsi Sumqayıt şosesi 3 ünvanında yerləşir və alış-veriş üçün ən gözəl məkandır deyə bilərəm ki, dünyaca məşhur brendləri bir araya topladıq. Sırf alıcılarımız və sahibkarlarımız əziyyət çəkməsin deyə təbii ki, Beynəlxalq Avtovağzalının ticarət mərkəzində yüksək keyfiyyət, gülərüz personal mağazalarda xidmət göstərir. Bakı Beynəlxalq Avtovağzalının ticarət mərkəzində Outlet Park zonasında yerləşən mağazalarımızda dünyaca məşhur brendlərin məhsulları satışa çıxarılır və bu məhsullardan izləyicilərimizi və sahibkarları yararlanmağa dəvət edirəm. İzləyicilərimiz gəlib bizim ticarət mərkəzindən Outlet Park zonasından məşhur brend geyimləri əldə edə bilərlər.
və məişət əşyaları, hətta uşaq geyimləri, uşaq arabaları, bütün növ məişət əşyalarını bizim ticarət mərkəzindən əldə edə bilərlər. Bildiyimə görə Avtovağzal Ticarət Mərkəzinin sahibkarlar üçün xoş müjdəsi var. Elə bu haqda istərdim məlumatlandırasınız bizi. Təbii ki, alıcılarla yanaşı sahibkarları da unutmur bizim ticarət mərkəzi. Hər zaman sahibkarların yanındayıq və ticarət mərkəzi olaraq sahibkarların bizimlə əməkdaşlıq edən sahibkarları hər bir şəraitini əlimizdən gələn qədər yüksək səviyyədə tutmağa çalışırıq. Təbii ki, hər bir sahibkarın uğuru ticarət mərkəzinin uğuru deməkdir. Biz də sizə uğurlar arzu edirik. Əgər siz də dəbli və zövqlü geyimlərə sahib olmaq istəyirsinizsə, mütləq yolunuzu Avtovağzal Ticarət Mərkəzindən salın. Fit isə davam edir. Mənəvi gözəllik xarici gözəllik qədər asan görünmür. Ruhunuz sizə əmanət. Gözəl görünmək isə fiti izləmək qədər asandır. Odur ki, bizə qoşulun və əbədi gözəlliyə sahib olun. Görüşərik.